Peyğəmbər salavatullah buyurdu: "İnnə fi aliyyin xisalən ləv kanət vahidətun minhunnə fi cəmi'in nas ləktəfəv biha fəzlən." Əmim oğlu Əli əleyhissalamda olan bu fəzilətlərdən biri bu bəşəriyyətdə insanlarda olmuş olsaydı, onlara kifayət edərdi, yetərdi. Onlardan birincisi budur ki, o ki Əli əleyhissalamda var, başqalarında yoxdur. Buyurur ki, "Mən kuntu mevlahu fəaliyyun mevlah." Bu yalnız Əmirül Möminin Əli əleyhissalama xasdır. Əli əleyhissalamdan başqa heç bir sahabənin barəsində Peyğəmbər salavatullah bu ifadəni buyurmayıb ki, mən kimin mövlasıyam, əmim oğlu Əli də onun mövlasıdır. Bir özəllik. 2. Aliyyun minni kənəfsi. Əmim oğlu Əli mənə canım təkidir, mənim canımdır. Nəfs özüm demək, canım deməkdir. Heç bir sahabiyə Peyğəmbər nəfsi deməyib. O mübahilə ayəsində məşhurdur da mövzu, genişdir, bu kəlmə orada keçir deyə qeyd etdim. O ki, Nəcran xristiyanları ilə, yəhudiləri ilə Peyğəmbər sallavatullahın mübahisəsi düşəndə Həzrəti Adəm üstündür, yoxsa Həzrəti İsa və s. uzun bir hadisədir. Orada Peyğəmbər sallallahu buyurdu ki, gəlin mübahilə edək, ənfusəna ənfusəkum. Biz özümüz, siz özünüz. Gedəndə Əli əleyhissalamın yanında apardı. Özü də geçsəydi nəfs kifayət edirdi. Amma istədi deyə biz bir nurdan yaranmışıq. Əli və mən bir nurdan xəlq olmuşuq.